Salam, hörmətli analar, hörmətli qızlar, gəlinlər. Bugün mövzumuz yenə də ailə haqqındadır. Ona görə ki, bizi ailə mövzusuna bağlayan amillər var. Bu amil övladlarla, uşaqlarla, onların inkişafında yaranan problemlərlə bağlıdır. Mən çox narahat edir. Son vaxtlar qarşılaşdığımız uşaqların, xüsusilə yeniyetmələrin əksəriyyəti natamam ailəni təmsil edirlər. Valideynlər boşanıblar, övlad 3-4 yaşından etibarən atanın həsrəti ilə yaşayır və özünün anasının ata-anası ilə böyüyür bu uşaqlar. Onların həyatındakı boşluqlar, onların yaşadıkları emosional travmalar, onların çətinlikləri, özünü qiymətləndirmələri və s. amillər sonda əhəmiyyətli dərəcədə şəxsiyyət pozuntularının yaranmasına səbəb olur. Ona görə də biz məcbur oluruq ki, zaman-zaman bu ailə mövzusuna qayıdaq. Keçən dəfə ailə mövzusu ilə bağlı bu anaların qısqanclığı məsələsinə toxunduq və bizə dostlarımız, tanışlarımız müəyyən incikliklərini bildirdilər ki, siz nəyə görə analar haqqında belə bir ifadələr deyirsiniz ki, anaları günahlandırırsınız. Yəni, mən anaları günahlandırmıram. Bu anaların belə olmasının səbəbi heç onların özlərindən də asılı deyil. Bu bir psixoloji problemdir. Olur. Amma olur. Bu həqiqətdir, gerçəkdir. Biz gerçəyi deməliyik. Psixologiya elminin vəzifəsi də nəticələrlə işləmək deyil, səbəbləri göstərməkdir. Nəyə görə bu baş verir? Niyə bizim övladlarımız boşanmış natamam ailədə böyüməlidirlər? Ona görə biz danışacağıq. İncisəz də, küssəz də biz reallıqları deməyə borcluyuq. Bugün isə mən yenə də ailə məsələsi ilə bağlı yenə də analara müraciət edirəm və sözüm əslində analaradır. Ona görə ki, analarımız öz qızlarını ailə həyatına hazırlamırlar, yetərincə hazırlamırlar. Əlbəttə, bu bütün analara aid deyil, amma yetərincə hazırlamayan analar var. Burada heç də bizim məqsədimiz qızları bu məsuliyyətdən kənarda qoymaq deyil. Qızların da müəyyən məsuliyyətləri var, vəzifələri var. Bəzi qızlarımız siz də bilirsiniz ki, evdən, ailədən canını qurtarmaq üçün ya atası ilə, anası ilə yola getmir, ailədəki bacı-qardaşlarla yola getmir. Sanki bir xilas yolu kimi baxırlar. Kim olur olsun, mən bir ərə gedəcəm, ailə quracam. Amma onların ailə həyatına hazırlanması məsələsi nə anaları, nə ataları, nə də onların özlərini narahat eləmir. Bəs gələcəkdə nə baş verəcək? Getdiyin ailə necə ailədir? Bu ailənin mədəni səviyyəsi ilə, statusu ilə, peşə sahələri ilə, dünya görüşü, dəyərləri, zövqləri, istəkləri, həyat orientasiyaları, həyat məqsədləri bir-birinə uyğun gəlirmi? Çox zaman qızlar ailə qururlar və olur ki, bax, bu dediyim sahədə əhəmiyyətli dərəcə fərqlər var. Bugün qızlar bilirsiniz ki, daha çox ailənin sosial statusuna üstünlük verirlər. Ailənin evi olsun, maşını olsun, işi olsun, vəzifəsi olsun. Amma inanın ki, ailə qurduqdan sonra çox qısa bir müddət keçir, günlər, həftələr keçir. Bu məsələlər getdikcə arxa planda qalır, amma ailənin o təməlini, nüvəsini, rişəsini təşkil edən ideyalar, əqidələr, dəyərlər, zövqlər ön plana çıxır. Xüsusi o cümlədən də davranış tərzi, manieralar, zövqlər, sadə məişət mədəniyyəti qaydaları, jestlər, bədən dili, rol davranış bacarıqları, bunların hamısı çıxır üzə. Məlum olur ki, ailədə hər kəsin bir-birinə ziddiyyət təşkil edən rolları var. Bu rolları düzgün icra eləmirlər. Nə yeni gənc ailənin üzvləri, gənc qadın, gənc kişi, nə də ailənin yaşlı üzvləri bu rolların necə formalaşmasında və necə icra olunmasında o qədər də diqqət göstərmirlər. Nəticədə ailələr dağılır, qızlar boşanır. Ona görə də analar, yenə də mən sözüm sizə də, qızlarınızı, övladlarınızı ailə həyatına hazırlayın. Onları peşəyə yiyələndirin. Əllərində özlərini gələcəkdə təsdiq eləyə biləcək bir peşələri olsun. Qız ailə qurur, əvvəl başı qarışır, övlad böyüdür, tərbiyə edir, övladlar böyüyür, hərə bir quş olur, hərə bir tərəfə uçur və qadın böhran vəziyyəti yaşayır. Bəs mən ailə təhsili alan, amma işləməyən nə qədər belə qızlarımız var. Bəs mən
mən kimə lazımam, mən nəyə gərəyəm, mən zamanında nə üçün işləmədim? Belə bir suallar da meydana çıxır və qadın özünü ailədə lazımsız, gərəksiz bir insan kimi hiss eləməyə başlayır. Və bütün bunların hamısı bizi bir daha mövzunun əvvəlinə qayıdıram ki, qızlarımızın ailə həyatının hazırlanmasını tələb eləyir. Qızlar ailənin nizamlanmasında, ailə büdcəsinin bölünməsində, idarə olunmasında, ailə məişət əməyində, övlad tərbiyəsində, qaynana ilə, qaynata ilə davranmaq qaydalarını öyrənməsində, ərin deyək ki, bəzi davranışlarını bağışlamaqda, ona uyğunlaşmaqda, ümumiyyətlə ailəyə uyğunlaşmaqda hazır olmalıdırlar. Ailə real həyatdır, ailə təbii həyatdır. Ailə bizim təsəvvür etdiyimiz, oğlan elə mənə hər gün gül çiçək gətirəcək, məni sevib əzizləyəcək, bu illər boyu davam eləyəcək, qaynanam mənim hər gün üzümdən öpüb qucaqlayacaq, məni tumarlayacaq, ay qızım, can qızım, bu toya qədər belə idi. Axı toydan sonra həmişə belə olmur, ümumiyyətlə buna gərək də yoxdur. Və siz hər biriniz ailə üzvü olaraq, hər birinizin öz funksiyası, öz rolları var. Xüsusilə qızlar, gəlinlər bu rollara hazır olmalıdırlar. Nəinki bir müddət keçdikdən sonra ailədə üzləşdikləri bu sadaladığım problemlər səbəbindən əlköyünlük eləyir, dözümsüzlük eləyir, ya subay şəkildə, ya da bir və iki uşaqla atanın, ananın yanına qayıdır. Əgər atanın, ananın başqa evdə, başqa övladı yoxsa, bu onları da səhv edir. Çünki tək qalmaq istəmirlər, nəvələri böyütmək üçün öz övladına kömək eləmək istəyirlər. Yəni, bu səbəblər çoxdur. Bəzilərini haqq qazandırıram, doğrudan da yəni, o ailələri davam eləmək çətindir. Və burada da ailəni düzgün tanımamaqda elə səhvlərin özü ailə quran gənclərdə olur. Amma bəzən tanımaq mümkün olmur və yaxud da tanıyırsan, bu aldadıcı olur, görüntülər yanlış olur. Görürsünüz, onlarla amillər var ki, ailələrimiz dağılır və mən burada narahat edən əsas amil o ailələrdə atasız böyüyən övladlarımızdır. Onların yaşadıkları psixoloji çətinliklərdir, emosional vəziyyətlərdir ki, bizim cəmiyyətimizdə belə yaralı, travmalı övladlar olmasını mən heç istəmirəm. Yəqin ki, siz də istəmirsiniz. Əgər istəmirsinizsə, o zaman övladlarınızı ailə həyatına hazırlayın, əziz analar.